Bizə əsas verilən suallardan biri bilirsinizmi nədir? Doktor, bu zobu bir dəfəmlik sağaltmaq olarmı, yoxsa yox? Elə növ zoblar var ki, tənbəl zoblarda məsəl üçün insana ömürlük daimi darman təyin olunur və pasiyentləri bu çox narahat edir ki, doktor, niyə mən ömürlük daimi darman içməliyəm? Bunun bir çarəsi yoxdurmu? Bu bir dəfəmlik, bu bitsin və mən həyatımı davam edim. Təəssüf ki, bugünkü günə bəli, elə növ zoblar var ki, xüsusilə də tənbəl zob diaqnozu qoyulandan sonra bəli, xəstəyə daimi darman təyin olunur. Belə pasiyentlərə mən sual verirəm ki, sizin üçün vacib məqam nədir? Siz istəyirsiniz ki, normal həyat sürəsiz, keyfiyyətli həyat sürəsiz, sağlam, yəni işinizi görəsiz, ailədə, işdə, iş qabiliyyətiniz olsun. Yəni əsas məqam budur. Biz əlbəttə ki, çalışırıq ki, insanların normal həyata qaytaraq.